Ekranlara yaxın əyləşin, dəyərli izləyicilərimiz. Bugün sizlərə möhtəşəm və möhtəşəm bağ evi, villa ilə qarşınızdayım. Dəyərli izləyicilərimiz, hər birinizin hər vaxtı xeyirli olsun. İnşallah ki, 2026-cı il hamımıza düşərli olsun. Masazır qəsəbəsində asfalt yolun üzərində möhtəşəm 9 sotda inşa olunmuş, çox gözəl, super təmirə malik villamız. Niyə villa deyirəm? Yəni 9 sotda 3 mərtəbə, qabancıq daşlarla hər mərtəbəsində sanitar qovşağı, kuxnası 8-9 otaqdan ibarətdir. Evimizin daxilində hovuzu, saunası, çox gözəl işlər görülüb. Qiymət sonda deyiləcək, qiymət elə bir qiymət qoyulub ki, dəyərli izləyicilərimiz. Yəni bugün bu bağı inşa eləsəz, yəni bunun 2 qat artığına inşa eləyə bilər. Çöldə oturmaq üçün belə bir eyvangahı var, söhbətgahı var, üzr istəyirəm. Çöl mətbəxi hər bir təchizatı ilə qoyulub. Gördüyünüz kimi meyvə ağacları, çox gözəl yaşıllıq hissəsi. Bu hissə bizim qaraj hissəmiz, dəyərli izləyicilərimiz. Gəlin sizlərə ilk öncə bu hissədən başlayım ki, hansı ki çöl tərəfdən bu hissəyə avtomobil daxil olur, dəyərli izləyicilərimiz. Evimizin bütün 4 tərəfinə də fırlanmaq olur. Əl qapısı var, çöl birbaşa baxır. Yəni darvazdan girir, maşın içəri. Bu bizim manqalimizdir. Bunun üstünü terasda yığmaq olar, dəyərli izləyicilərimiz. Həyətyanı sahəsinə bir dənə fikir verin, zəhmət olmasa. Həyətyanı sahəsi çox gözəldir və möhtəşəmdir, dəyərli izləyicilərimiz. Söhbətgah yeri, uşaqlar üçün orada yerlənəcək var, gördüyünüz kimi. Və ehtiyat 12 tondan ibarət su çəni mövcuddur bu hissədə. Baxmayaraq ki, daimi su xətti, yəni hər zaman aktivdir, dəyərli izləyicilərimiz. Bunda gördüyünüz nə varsa qalır. Bu bizim yay mətbəximizdir. Bütün təchizatlar da mövcuddur. Evimizin hər bir tərəfinə də dövr eləmək mümkündür. Yəni yeni tikili deyil, yəni köhnə tikilidir sahibi tərəfindən. Hal-hazırda satılır. Qiyməti 550 min AZN deyilir. Real alıcılarımıza endirimlər olunacaq. Paket kupçadır. Daxil oluram evimizin ilk öncə, yəni dəhliz vasitəsilə bölünür evimiz. Bax, gördüyünüz kimi bu hissələr hər bir mərtəbədə var. Bu hissələr bizim üçün kollektorların, yəni bax belə bir kollektorlar hər bir mərtəbədə yığılıb ki, hansı ki evimiz ümumiyyətlə istipoldan ibarətdir. Giriş dəhliz hissəsidir, dəyərli izləyicilərimiz. Və üzbəüz bizi mətbəx qarşılayır. Fikir verirsinizsə, birinci mərtəbənin mətbəxi istipoldur, çox gözəldir, bütün təchizatları da mövcuddur. Burada sağ tərəfdə, vallahi bilmirəm, yataq otağıdır, yoxsa qonaq otağıdır, çox genişliyə malikdir və möhtəşəm. Evimizin ən balaca otağı deyərmişsə ki, budur, dəyərli izləyicilərimiz. Birinci mərtəbədə yerləşən az öncə dediyim kimi hovuz hissəsi, fikir verirsinizsə, hovuz hissəsidir. Evimizin daxilində yerləşir. Parnoyo, saunası, hər bir şey qaydasındadır. Dəyərli izləyicilərimiz, tələsin özünə sözün əsl mənasında villa, bağ evi axtaran izləyicilərimiz yaxınlaşsın. Pilləkan hissələri fikir verirsinizsə, fıstıq ağacındandır və çox gözəl də enlidir. Ola bilər divar kağızları köhnədir, dəyərli izləyicilərimiz, yenisini əvəzləyə bilərsiniz. Keçid elədik ikinci mərtəbəyə, eyni qaydada kollektor sistemləri. Burada sanitar qovşaqları da sizlərə göstərim. Bu hamam otağıdır. Bu hissə sanitar qovşağıdır. Bu geniş zal hissəmizdir. Zaldan həmçində bu mətbəxdən keçmək olur. Belə dövr eləyib, yəni bu otaqdan çıxacağıq hal-hazırda. Eyvanları çəkmirəm, şablondur hər mərtəbədə. İkinci mərtəbənin mətbəx hissəsi, fikir verirsinizsə, çox geniş ailələr üçün də əladır. Yəni bağda, yay aylarında gələn uşaqlar, yəni çox geniş, qohum-əqrəbə üçün də kifayət qədər ikinci mərtəbənin fikir verirsinizsə, qonaq otağıdır. Az öncə sizə göstərdim ki, mətbəxdən də, həmçində dəhlizdən də bu otağa girmək olur. Qapılarına fikir verirsə, çox bahalı qapılar, keçmişin qapılarıdır, dəyərli izləyicilərimiz. Bu hissə isə yataq otağıdır. Fikir verirsinizsə, yataq otaqlarının ölçüləri çox böyükdür. Evimiz ümumilikdə səhv eləmirəmsə 600 kvadrata yaxındır yaşayış hissəsi
Radiatorlarda həmçinin həm isti poldur, həm də radiatorlarda var. Keçid edirəm 3-cü mərtəbəyə. Artıq yoruldum, dəyərli izləyicilər. Mən elə gəlir divar kağızları dəyişilsə çox əla bir şey ortaya çıxar. Həmçinin bax burada isə kollektor sistemləri bax belə bir səliqəli şəkildə yığılıb. Burada dəhliz vasitəsilə həmçinin bölünür. Fikir verirsinizsə bu hissə bizdə yenidən hamam otağıdır. Hamam otaqlarının genişliyi əladır deyərdim sizlərə. Bu hissə geniş qonaq otağı dəyərli izləyicilərimiz gördüyünüz kimi. Bu otağımızda həmçinin də hamam otağı da mövcuddur. Otağın içində fikir verirsinizsə. Əlaqə nömrələrimiz profildə var. 050 070 703 0033 əlaqə saxlayın. Torpaq qiyməti ilə burada 25 milyon dəyərli izləyicilərimiz. Yataq otaqlarına baxın. 550 minə deyilir, cüzi endirimlərlə paket kupçalı villamız qapısına qədər asfalt küçədə yerləşir. Həyətyanı sahəsi Bakı-Sumqayıt yoluna da yaxındır. Mərkəzi xəstəxananın Abşeron Gəzdər şəhərinin tam yaxınlığında. Əlaqə saxlayın, satışda çox qalmayacaq bu evimiz. İnşallah ki, sahibinə qismət olar. Profildə var nömrələrimiz 050 070 703 0033.